Sizce mən hardayam? Düşünün bir. Mən yıxılmışdım. Mən Xızıdayam. Nəhayət ki, səhər saat 5-dən yola çıxmışam. Yol çox çətinliklər oldu. Külək imkan vermədi rahat sürməyə. Və bu gördüyünüz eniş yoxuş yolları mən çətinliklə qalxdım. 12 dərəcə, yəni 12% olaraq. Sadəcə velosipedlə qalxa bilmədim. Əllə yəni qaldırdım. Səbəb isə bu çantalar 34 kilodur. Yəni içinə hər şey qoymuşam, yeməkdən başqa. Bu gün az qalmışam. Səhər saat 5-dən sadəcə peçenya falan, şirniyyat falan belə şeylər yedim. Və bacardım dostlar. Həm zövq aldım, yəni bu mənzərəni görüb. Yəni mükəmməldir də bir sözlə. Necə həzz almaya bilərsən? Yəni necə də, necə düşünün bir. Dağlar. Həm havası təmizdir, hava əsas məsələ. Bir də ki gün batımı, yəni bu ayrıca bir gözəllikdir. Sağollaşır sanki. Sanki sağollaşır. Mən indi davam edirəm yola. Bitməyib hələ də. Mən indi gedəcəm Xızının mərkəzinə ev axtarmağa. Əgər ev tapsam normal qiymətə falan qalacağım. Yox tapmasam, təbii ki palatkam yoxdur. Palatkam olsaydı sevə-sevə burada mən gecələyərdim. Ona görə əgər tapmasam ev nə olacaq? Qayıda bilmərəm. İtlər çox olur. Maşınlar çox sürətlə keçir. Ya, risklidir. Ona görə o risk eləmərəm. Hər hansısa bir işıqlı yerdə gecələyərəm. Yəni küçədə qalaram səhərə qədər və sonra səhər də təzədən Bakıya qayıtmaq ümidi ilə. Yəni belə dostlar. Əsas odur ki, həzz aldım. Çətin olsa da, nə olsa da məqsədimə çatdım. Budur. Ona görə inadkar olun, məqsəd yönlü olun. Düşünməyin mən bacarmaram. Sən bacararsan, yəni sən, baxan insan. Bu qədər. Söz deməyə ehtiyac yoxdur. Heç mən özümü göstərmirəm.